Əziz traderlar, yenidən xoş gördük hər birinizi. İnşallah növbəti təlim videomuza xoş gəlmisiniz. Deməli biz başlayaq. Hər zaman kimi yenə backtestlər edəcəyik və bu səfər fərqli eləyəcəyik. Əlbəttə ki, əməliyyatımızın risk idarəsi və psixoloji cəhətdən yanaşmasına odaqlanacağıq ki, biz bu əməliyyatda çox qala bilək, yoxsa əməliyyatdan çıxaq və yaxud da ki, bir əməliyyata müəyyən bir təpə səviyyəsini qoyaq və yaxud da ki, bu şəkildə gəlin başlayaq. Deyək ki, bizim kapitalımız var, hər hansı bir kapital. Bu 1000 də ola bilər, bu 100 də ola bilər, bu sizin kapitalınıza baxır əlbəttə ki. Biz minimaldan başlayacağıq, abartmayaq, 100-dən başlayacağıq. Yəni hər kəsin əldə edə biləcəyi bir məbləğdir. Ona görə 100 dollarlıq bir balansla başlayacağıq və idarəçiliyi necə olacaq? Gəlin birinci növbədə ona baş vuraq. Biz işləyirik minimal 1-in 2 erer, ortalama 1-in 3 erer və max 1-in 5-ə ererinə işləyəcəyik. Və buradakı risk idarəsində düzəlişlər eləyəcəyik. Yalnız ki, biz əməliyyatımızda götürdüyümüz xeyirlərlə başlayacağıq ticarət etməyə. Və deyək biz meta 5-də ticarət eləyirik və biz əlbəttə ki, valyuta və yaxud da ki, qızılda da eləyə bilərik bunu. Qızılda hərəkətlənmə böyük olduğuna görə, lotu tövsiyəm 100 dollara görə 0.1 ilə ticarət etməyimiz daha məsləhətdir. Bu valyutaları dəyişərsə, valyutalar da biraz fərqlidir. Yenə də oradakı pipsə görə qiymətlər eyni oynaya bilər, amma indi ara məsafəsinə görə indi baxacaq görə neçə lotdan girəcək. Valyutaları isə girəcəm 0.10-la girəcəm və bunu bölə bilərəm. İstəsəm 0.05 ilə də girə bilərəm. Bunu baxacaq indi biz əməliyyatda necə eləyəcəyik, indi onu dəqiqləşdirəcəyik. Deməli, keçək hər hansı bir valyuta cütlüyü olsun. Okey, baxaq görək nəyimiz var burada. Gəlin yeni bir nə deyilək? Bu dəfə biz USD atılıyək olsun. Tamam. Və ekranı bu şəkildə edirik. Arxanı görməyək. Bunu çox bazalaşdırırıq ki, biz zonanın hansı səviyyədə olduğunu da görməyək və silək. Biraz keçmişlərə gedək. Tarixizə də baxmaya ehtiyac yoxdur. Okey, gedək. Buralardan bir yerdən olsun, fərqi yoxdur. Buralardan bir yerə seçdik. İndi başlayacağıq buradakı ticarətə. Birinci növbədə time frame'lər önəmlidir uşaqlar. Mən xırda time frame'də də işləyirəm, böyük time frame'lərdə də işləyirəm. M15, M5, M30, H1 time frame'lərdə daha çox işlədiyimə görə, yəni bunlara baxa bilirəm rahat şəkildə. Deməli, birinci növbədə bizim trendimiz yerləşir. Uşaqlar, buradan aşağıdan yuxarı yönlü bir trendimiz mövcuddur. Bunu nəzərdən tutmamaq şərti ilə trendimizi çəkək. Yəni, ən azından bizə bir işarə verir. Okey, bear cut var, tamamdır. Ləğv elədik. Qırılma var. Yaxınlaşırıq qrafikə. Bizə o keçmişdəki bir zonadan bir line lazımdır. İnşallah bir çox strategiyanı mən istifadə edirəm burada. Çəkməsəm belə, yəni artıq göz vərdişi var. Hansı qiymətlər hardan reaksiya alıb artıq görə bilirik bunu. Sonra qiymətin qırılması mövcuddur. Qiymətin reaksiyası bu səviyyədədir. Növbəti səviyyə və əlbəttə ki, liktasiyaları unutmuruq. Okey, tamam. Burada da bizim bir zonamız var. Qırılmadan sonra düşüşlər olunub. Okey, tamam. Deməli, uşaqlar, mən belə düşünürəm, əgərləri tamamlasa, M15-də baxdıq, M5-ə bir dəyə göz atım. Aşağı yönlü qiymət
pozulma yaradır. Burada da məsəl üçün yaxın məsafədəki bir trendi götürsək, böyük məsafədə olsa trendi qiymət bir qırılım icra eləyib. Yaxın məsafədəki ondan biraz uzaq məsafədəki trend hər ikisi qırılmadadır, qırılma verir, amma geri korreksiya yoxdur. Bunun üçün biz burada pozisiyanın daha da bərkitməsini gözləyə bilərik bu şəkildə. Baxın, mən belə bir yanaşmalar eləyəcəm öncədən. SL-i çox xırda qoyuram. Profiti buranı təzədən gəlib iktasiya eləyərsə, buradan reaksiya götürə bilər. Görək nə oldu bu bizə. Tak, deməli. Okay, tamam. 1'in 5'ədir. İndi bu əməliyyata necə girəcəm və bundan sonra da bir də bu şəkildə qoyacağam. Bu əməliyyatlara necə giriş eləyərəm? Gözləyərəm, məsəl üçün bura gələr, burada bərkitmə eləyərsə sel girərəm. Birbaşa qırıb getsə girmərəm. Təzədən düşərsə sel girərəm. Eyni qaydada da burada bərkitmə eləsə sel girəcəm, qırıb getsə girməyəcəm, düşəndə girəcəm. Yəni bu şəkildə bunu nəzərdə saxlayın. Hələ ki pozisiyalarımız budur. Birinci yanaşmamız. Amma bura hələ tələsmirəm. Aydınmı? Geri korreksiyada da belə o toxunuşdan girişlər eləmək olur. Okey, görək nə olur. Olmasa giriş verməsə təzədən bir yoxlayacağıq. Bu arada bu sürət çox zəif sürətdir. Bu bizi yorar. Qırılma eləsə birbaşa da sel gedə bilər, amma gözləyək. Qırılma elədi, birbaşa sel getdi. Tamam. İndi biz burada nəyə nəzərdə qaçdıq? İndi ona baxacağıq. Görə nəyimiz vardı burada bizim. Bundan əlavə bölgə buraydı. Reaksiya ala biləcək səviyyə. Okey olsun. Biz yenə də buranı saxlayırıq. Qiymət aşağı yönlü hərəkət edir. Bel kodda verdiyinə görə biraz aşağılar düşə bilər. Onu da gözləyək. Qabağa fırlayaq, görək nə zona verəcək bizə. Seyir pozisiyasındadır. Tamam, qəşəng. Bu zonanı ləğv edirik. Bu zonada bizim üçün biraz geridə qaldı. İndi ən azından biraz da düşüş gerçəkləşə bilər, amma baya fokuslansam baya buradan işləyərəm. M15'e görə nə verir? M15 görə nə verir bizə? Okay. Əslində M15'də daha uğurlu olar. Deməli, M15 bizdə gəlib bunun üzərində bitirsə, bu layın üzərində bitirsə, biz buy girəcəyik. Stopu da xırda qoyacağıq. Profiti də bu şəkildə. Qiymət reaksiya ala bilər. Buradan. Burası 1.3 əyərlə. Deyək ki, burada biz 0.20 ilə giririk, valyutada deyək. İndi buradakı kontraktını hesablamıram, vaxtımızı almasın. Yəni pipsi hesablamıram. Deməli, bitirə bilərik 10 dollar, 1.3-də qazana bilərik 30 dollar. Üstə bitirərsə girəcəm, aşağıda bitirərsə girməyəcəm. Əməliyyatımız girilib. Saxla. Çox sürətli oldu, saxla. Deməli, üstə bitirdi. Aydındır uşaqlar. Baxın. İndi mən sizə bunu izah eləməyə çalışacağam. Mən bu qiymət qəti sürətdə burada bitiriləndə girmirəm. Qiymətin geri dönüşündən qiymət özünü içəridə bitirərsə, dediyim kimi, buradan buy açıram. Bax, bunu nəzərdə saxlayın. Bu da profitdir. Bu da mənfəətdir. İndi gəlin biz buna M5 time frame-də baxaq. Bundan əvvəlki videolarıma baxsaz, dəqiq bilə bilərsiniz mən nəyə nəzərdə tutmaq çalışıram. Yəni M5-də də eyni qaydada, yəni mən misal üçün M5 time frame-də gözləmədim. M15-də gözlədim, bitirdi içəridən. Daxil oldu, gəldi bura. M5 time frame-də isə şamın içəridə bitirməsi önəmlidir. Bitirsin ki, buradan siz buy aça biləsiniz ki, mənfəətinizi burada götürə biləsiniz. Aydındır. Yəni bunu nəzərdə saxlayın. Deyək ki, biz burada 30 götürdük. Yəni bunun yanaşması budur. Başqa bir tövsiyəm də yoxdur buna başqa.
Hər hansı başqa bir alətlərdən istifadə edib, strategiyadan istifadə edib, əlbəttə yenə də girişdə eləyə bilərsiniz. Yenə qiymət yenidən gəlsə bura, yenidən girəcəm. Bir səfər isə üstünü düşünürəm. Artıq elə biraz böyüdürəm. Başlardasa 1-in 5-ə kimi. Okay, let's go. Yenə də üstdə bitirsin. Aşağıda bitirsək ehtiyacı yoxdur. Saxla. Deməli. Artıq buranı bərkidir. Qiymət bunun öz üstünü, baxın buranı öz üstünü bir daha keçərsə, buradan yenidən buy düşünəcəm. Yəni üstündə bitirərsən. TP zonası da qoyuram. Hətta TP1, TP2 kimi düşünəcəm. Yəni TP1 zonasını bura qoyuram. Əgər TP1 vurarsa, növbəti əməliyyatım SL girişdə olur. Yəni bu şəkildə deyək ki, mən 0.20 ilə girirəmsə yenə 2 dənə 0.10 ilə açacağım əməliyyatı. Birini TP1-ə, birini də TP2-yə qoyacağım. TP1 vurulanda TP2-nin əməliyyatının SL-ni girişdə saxlayıram. Üstə bitirərsə, bitirməsə yox. Okay, bitirdi üstü. Girmiş əməliyyata. TP1 geçelim. TP1'imiz var. Əməliyyatımız SL-imiz girişdədir bu arada. Yəni bunu burada tuturam. SL oldu. İndi əməliyyatımız TP1 vurandan sonra SL-imiz girişdə idi bizim. Bu da bizim 1-in 5-ə bir yanaşma idi. Artıq belə deyək də 1-in 2.5-ə gətirdi. Bu da əla bir nəticədir əslində. Yəni biz 1-in 5-ə götürəcəydik biz buradan $50. Amma biz götürdük buradan $25. Bir yağda $30 götürmüşdük. Aydın da bu qədər yadınızda saxlayın. Silirik. İndi növbəti dəfə artıq qiymət yuxarı yönlüdür. Mən buradan reaksiya gələr qiymət. Bunun keçərsə buy düşünürəm. Bunun üstünü bərkidərsə burada buy düşünmək olar. Bərkidərsə. Stop isə burada bunun altına olacaq. Mənfəət yenə də TP1-i bir dəfə bura çəkəcəm. TP2-də qalsın burada. Görə bizdə nə verir bu? Başda 1-in 5-ə. Bu dəfə qiymət yön dəyişərsə, buradan deməli yaxın məsafədə burada bizim belə deyək trendimiz yerləşir. Hətta trendi qırarsa, okey, buraya qədər qiymət gedə bilər. Bunlar lazım deyil bizə. Okey, qalsın burada. Okey, tamam. Tamam, başlayaq. Yenidən M5-ə fokuslanacağım. Üstə bitirərsə giriş eləyəcəm. Bilməsə yox. Və bunun üstündə bitirsə giriş eləyəcəm. Əməliyyat daxil olmuşuq. Qəşəng. TP1 vuruldu. Stop girişdədir. Stopumuz girişdədir. Stop. Saxla. Şola. Yenidən stopumuz girişdə oldu. Yenidən TP1 vurandan sonra yenə 1-in 2 idi. Bir daha 25 götürürük. Sığortalayırıq. Baxın, başa salıram. 25 biz artıq 50, 30-da 1 etmişdik. $80 xeyrimiz var. Artıq 3 əməliyyatımız bizim üçün uğurludur. Bunu nəzərinizdə saxlayın. İndi isə bu şəkildə icra edəcəyik. Gəlin buradakı ayarların hamısını silək. İndi uşaqları biz artıq $80 xeyrimiz var. Bu günün $80-ın $50-ını cibə, bu günün karı kimi. Yerdə qalan $20 isə riskə atacağıq. Okay. İndi isə qiymət gördüyümüz kimi yön dəyişir. Aşağıdan yuxarı belə bir trendimiz mövcuddur. Eyni qaydada yaxın
zonalardır, bildiyiniz bir şeylərdir. Yuxarıdan aşağıda belə bir trend, bu fake olub bu arada. Burada trend budur. İndi uşaqlar burada qalır. Güclü zona hardadır? İndi mənə görə güclü zona burdadır. Bunun alt sahəsində qiymət dəfələrlə reaksiya görüb. İndi bunun üstü də mövcuddur. Qiymət üstündə bitirərsə, yəni bu zonanın özü bir alıcı və satıcının birləşdiyi zonadır və onun üst sahəsində likvidasiya mövcuddur və alt sahəsində də likvidasiya mövcuddur və mən buradan qiymətə necə daxil olaram? Hazırda məsəl üçün belə bir pozisiyada çox xırda bir detay var. Yəni üzərində bitirərsə yenə də stopu da altına qoyacağam. Bu səfər fərqli bir yanaşma eləyəcəm. Mənfəəti isə biraz buralara qədər görək. Nədir bu bizdə? 1-in 3-ə hardasa belə deyək. Təmiz 1-in 3 olsun deyə biraz aşağı çəkdirək. Saniyə tık olsun belə. Burada tek profit verə bilər bizə. Deyək ki, uşaqlar, biz artıq 0.05 ilə 2 əməliyyat asacaq. İtirsək, itirəcəyik $10. TP1 qoyacam yenə bura. Bu zonadan reaksiya götürə bilər. Buradan reaksiya götürə bilər. TP1 zonası qoyacam və TP2 zonası da bura olacaq. Deməli, bura 0.5-in birini burada bağlayacağım, digərini də burada. Yenə də TP1-dən sonra eserim girişdə. Okay, gedək. Üstə bitirərsə girəcəm. Əməliyyat aktivdir. Tamam. Əməliyyat hazır. Okay, TP1. Stopumuz girişdədir. Stop girişdə. TP2. Saxlayaq. TP2 də vurdu. 1-in 3-ə idi. Deyək ki, biz itirəcəydik $10, qazanacaqdıq $30. Amma biz 15, deməli, $30 qazanacaqdıqsa 0.5 ilə girdiyimizdə, yəni biz ən azından belə deyək də $10 yox, 7.5 bir qazandıq, 15-də bir qazandıq. Belə oldu. Çünki birini TP1-də bağladıq, digərini də orada bağladıq. Biz qazandıq buradan 22.5. 80-ın üstünə də gəlirik. Bizdə total 80-ın üstünə gəlirik. Bizdə total olur 100. Başlaydı $100 deyil, $102 deməyək, $100. Okay. $100 qazancımız var. Biz yenidən testlər eləyəcəyik. Artıq strategiyanın həqiqətən necə güclü işlədiyini görürsünüz. Artıq 4 əməliyyat uğurludur. Və mən geridə qalan o 2.5-i atacam riskə. $100 cibdədir. Sonuncu əməliyyat stopdur, mənfəətdir. Bu şəkildə. İndi növbəti dəfə silirik. Qiymət hansı yönədir? Ona bir baxaq. Qiymət əlbəttə ki, yuxarı yönə hərəkət edir. Yenidən dediyim kimi zonaları tapmaq mütləq şəkildə lazımdır. Deyək ki, trend zonasının qırılmasıdır, qiymətin